Herkese salam. Bugün sizinle göbələyin ən dadlı və asan formasını sizinlə paylaşacağım. Öncelikle bize lazım olacaq göbələk. Göbələyi əvvəlcədən yuyuruq və təmizləyirik. Təmizlədiyimiz göbələyi videoda göstərdiyim formada doğruyoruz. Daha sonra toyuğun sinə ətini kup-kup doğrayıb yağda biraz qovururuq. Qovurduktan sonra xırda doğradığımız soğanı üzərinə əlavə edirik və soğanla bir yerdə qızardırıq. Sinə əti qızardıktan sonra göbələyi üzərinə əlavə edib qapı altında bişiririk. Amma su əlavə etmirik. Çünki göbələk zaten özü öz suyunu buraxır. Yeməyimiz hazır olana yaxın üzərinə rəndələnmiş Holland pendiri əlavə edib qapı altında pendirin əriməyini gözləyirik. İnanın mən o qədər dadlı, o qədər gözəl yemək alınır. Hazırlayacaq olan hər kəsə əvvəlcədən nuş olsun deyirəm. Mütləq siz də bu yeməyə şans verin, hazırlayın, dadına baxın, çox dadlı oldu. Bu cür reseptlərin davamı üçün səhifəmə takip atıb mənə dəstək ola bilərsiniz. Öncədən hər kəsə təşəkkür edirəm. Hələlik.